oxuyacağım sözlər hörmətli dostumuz, hörmətli el oğlumuz və mənim əzizim Pənah müəllim Ziyaddin oğluna məxsusdur. Pənah müəllim bu sözləri öz ciyarparəsi əziz qızı Güllü xanıma ünvanlayır. Allah bütün körpələrimizi, bütün evlatlarımızı qorusun. Abələ sən mənim ömrümün ilk baharısan. Sən mənim ömrümün ilk baharısan. Sinəmdə ürəksən, ay güllü qızım, ay güllü qızım, ay güllü qızım. Gözümün nursan, dilimin andı, hoş arzu diləysən, ay güllü qızım, ay güllü qızım, ay güllü qızım. Sən mənim ömrümün ilk baharısan. Sinəmdə ürəksən, ay güllü qızım. Gözümün nurusan, dilimin andı, xoş arzu diləksən, ay güllü qızım. Güneşimsən ay balam, ay balam, ay balam, gecələr ayım. Sən mənim Tanrıdan ən gözəl payım, ən gözəl payım, ən gözəl payım. Möhtəşəm qurusun ay balam, ömür sarayın. Tərtəzə çiçəksən, ay güllü qızım, ay güllü qızım, ay güllü qızım. Gündüz günəşimsən, gecələr ayım. Sən mənim Tanrıdan ən gözəl payım. Möhtəşəm qurulsun ömür sarayın, tərtəzə çiçəksən, ay güllü qızım. Varşavada gülüm təhsil alırsan, atanı, ananı yada salırsan. Gündən günə baldan şirin olursan, ömrümə gərəksən, ay güllü qızım.
başının zərdən tacısan. Ceyhun qardaşına şirin bacısan. Ananın göylərdə sən mehracısan. Elə bil mələksən, Agüllü qızım.